Hazırda fermer istehsal istehlak qadın kooperativinin açılış mərasimi keçirilir. Görüş zamanı aqrar sahədə qadınların rolu və əməkdaşlıq məsələləri müzakirə olunur. Azərbaycan Kənd Təsərrüfatı Qadınları Assosiasiyasının sədri Gülbəniz Qəmbərova bildirib ki, kooperativ Naxçıvanda kənd qadınlarının iqtisadi imkanlarının genişləndirilməsi, onların istehsal potensialının birləşdirilməsi və bazar əlaqələrinin gücləndirilməsi məqsədi ilə yaradılıb. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri İsrafil Həsənli vurğulayıb ki, kənd qadınlarının aqrar sahədə fəallığının artırılması kənd təsərrüfatının dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Təqdimatı keçirilən fermer istehsal istehlak qadın kooperativi qadınların birgə fəaliyyətini təşviq etməklə onların iqtisadi imkanlarının genişləndirilməsinə xidmət edəcək. Kooperativ modeli istehsalın səmərəliliyinin artırılmasına, resurslardan daha səmərəli istifadəyə və bazara çıxış imkanlarının genişləndirilməsinə şərait yaradır. Sədərək rayon İcra Hakimiyyətinin əməkdaşı İbrahim Hənifəzadə qeyd edib ki, Sədərək rayonunda kənd təsərrüfatı əhalinin əsas məşğulluq sahələrindən biridir. Bu baxımdan kənd qadınlarının iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi və kooperativlərdə birləşməsi xüsusi əhəmiyyət daşıyır. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü Elşən Məmmədov bildirib ki, qadınların istehsal etdiyi məhsulların bazarda layiqli yer tutması üçün keyfiyyətli istehsalla yanaşı satış və marketinq imkanlarının da genişləndirilməsi vacibdir. Yeni yaradılan kooperativ kənd qadınlarının məhsullarının vahid şəkildə bazara çıxarılmasına, yeni satış imkanlarının əldə olunmasına və onların iqtisadi fəaliyyətinin daha da güclənməsinə töhfə verəcək. Digər çıxış edənlər yaradılan dəstəyə görə təşəkkürlərini bildiriblər. Çıxışların ardından Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən AFAQ layihəsi haqqında slayd vasitəsilə təqdimat edilib. Bunlar AFAQ layihəsi, Aqrar Fəaliyyətçi Azərbaycan Qadınları, Şəhərdən Kəndə layihəsi, Aqroturizm dəstəyi. Qeyd edək ki, kooperativ hazırda 32 qadın aqro sahibkarı öz ətrafında birləşdirir. Kooperativ üzvləri heyvandarlıq, taxılçılıq, bağçılıq, meyvə qurutma, quşçuluq, çörək bişirmə və şirniyyat istehsalı sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyətli məhsullar istehsal edir. Sonra fermer istehsal istehlak qadın kooperativinin təqdimatı ilə bağlı video çarx nümayiş olunub. Bizim ölkə miqyasında həyata keçirdiyimiz layihələr var və bu layihələrdən ən önəmlisi də Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsidir, hansı ki AFAQ adı ilə tanınır və düşünürəm ki, bu gün təşkil olunmuş tədbir Azərbaycan qadınlarının aqrar sahədə fəaliyyət göstərməsinə bir təkan olacaq. Xüsusilə də Naxçıvan Muxtar Respublikasında bu tədbirin təşkil olunması düşünürəm ki, bizim əsas prioritetlərimizdəndir və yaxın zamanlarda bu istiqamətdə, bu regionda da böyük işlər görüləcək. Azərbaycanda kooperativləşmənin inkişafı üçün çox böyük bir addımdır və Naxçıvan Muxtar Respublikasında ilk qadın istehsal istehlak qadın kooperativi təsis olundu. Bu gələcəkdə Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında kooperativləşmənin növbəti uğuru kimi qiymətləndiriləcəkdir və mən ümid edirəm ki, bu kooperativin yaranması və qadınların birgə və kollektiv fəaliyyəti və gələcəkdə bunların satış və markalaşma brend şəklində bazara çıxarılması üçün böyük bir imkan yaradacaq. Bugünkü tədbir sadəcə bir kooperativin təqdimatı deyildi. Bugünkü tədbir əməkdaşlığın, qarşılıqlı inamın, kənd qadınlarının zəhmətinin, gələcəyə inamının təqdimatı idi, birgə atdığı addım idi. Sevindirici odur ki, bu kooperativin üzvləri Naxçıvanın 7 rayonundan olan aqro sahibkar qadınlardır və hələ ki 32 üzvü var bu kooperativin. Bu kooperativ iqtisadi fəaliyyətindən başqa həm də onun sosial əhəmiyyəti var. İllərdir çəkdiyimiz əziyyətin, əməyimizin nəhayət ki artıq bir adı oldu. Artıq bizdə bir kooperativ yarandı. Bugün mən çox sevincliyəm ki, ətrafımda topladığım xanımların əməyi, əziyyəti artıq bəhrəsini görməyə başladı və bu kooperativin inanıram ki, bizim 32 üzvdən ibarət olduğumuz kooperativ üzvlərimizin inanıram ki, gələcəyə Bəyək Gülbəniz xanımın dediyi kimi il dönümünə inşallah yüzlərlə kooperativ üzvlərimizlə fəaliyyət göstərərik. Üzvüyəm bu fermer təsərrüfatının. Yəni çox razıyam. Bu bizim üçün geniş imkanlar açacaq, satışlara geniş imkanlar açacaq, alıcılarımız çox olacaq. Elə əvvəldən də bəyənirdilər, amma bir o var, şəxsən özüm açan bir o var ki, fermer mənə burada təsərrüfat mənə kömək eləyə. Yəni çox razı oldum və elə bilirəm ki, çox uğur qazanacağam.
Tərlan İbrahimova, Rəşad Hüseynov, NTV Xəbər.